Bildiyiniz kimi, bugün Səfər ayının 28-i tarixin ən hüzünlü günlərindən biridir. Allah Rəsulunun rəhləti və Həzrəti İmam-ı Həsən-i Müctəbə əleyhissalamın bir hədisə rivayətə əsasən şəhadətidir və sabıq bir gündə İmam Rıza əleyhissalamın məzlumanə şəhadət günüdür. Səfər ayının son günləri, əza günləri münasibəti ilə Həzrəti Bəqiyyətillahil Əzəm İmam-ı Zəmanə Cəlallah Teala Fərəcəhu Şərifin məhsər-i şərifinə və siz möhtərəm möminlərə və bizləri dinləyənlərə başsağlığı və təsliyyət ərz edirəm. Allahdan istəyirəm ki, ömrümüzün sonuncu səfər ayı bizlər üçün qərar verməsin. Həzrətin zuhurunda bizlərə əza keçirməyi, İmam Hüseyin ağanın ziyarətini, əzasını nəsib etsin inşallah. Cünadət ibn Əbi Ümeyyə deyir, İmam Həsən ağanın bu xəstəlik günlərində Həzrətin iyadətinə getdim. Həzrət ki, zəhərlənmişdi. Bir neçə gün ki, xəstə yatdı. Getdim Həzrətin görüşünə. Gördüm Həzrətin qarşısında bir qab, bir teşt var. Qanla dolubdur. O teştin içində Həzrətin mübarək ciyərlərinin tikələri görsənir. Ərz elədim, ey mənim Mövlam, nə üçün müalicə eləmirsiniz? Həzrət mənə buyurdu, ya Əbdəllah, Allah bəndəsi, biməzə ualicül məvtə, ölümü necə müalicə eləyim? Mən dərz elədim, bu ayəni oxudum, inna lillah və inna iləyhi raciun. Ondan sonra Həzrəti İmam-ı Həsən-i Müctəbə əleyhissalam mənə baxdı, buyurdu, vallahi ləqəd əhidə iləyna Rasulullah. And olsun Allaha, Allah Rəsulü bizlə əhd peyman bağlayıb bizlərə xəbər veribdi. Nəyi? İnnə hazəl əmrə yəmlikuhu ithna əşərə imama min vuldi Aliyyin və Fatimə ma minna illa məsmumun əv məqtulun. Allah Rəsulü bizlərə xəbər veribdi. 12 imam Əli və Fatimə övladlarından Allah Rəsulunun xəlifəsi olacaq. Allah Rəsulunun xəlifələridirlər. İmamdırlar. Bizim hamımız ya zəhərlənərik, ya da öldürülüb şəhid olarıq. Ya zəhərlə şəhid olarıq, məsmum, yəni səmmi sözündən zəhərlənmək. Ya da İmam Hüseyin ağa kimi qılıncla şəhid olarıq. Ərz elədim, Yəbnə Rasulillah, mənə moizə elə, mənə nəsihət elə. Çox təsirlidir. Tarixdə müşahidə olunur. Həzrəti Mövla ki, zərbətlənmişdi, sahabələrindən biri gəlir, sual eləyir, moizə istəyir. Bu anda ki, Cünadə gəlir İmam Həsən ağanın huzuruna, moizə nəsihət istəyir. Bizlərə dərsdir bu ki, böyüklərdən həmişə fürsəti qənimət bilək, nəsihət alaq. İndi bu his çox azalıbdır. Hamı istəyir nəsihət verə, hamı istəyir örgədə, örgənmək istəyən, nəsihət almaq istəyən çox azalıb, hamı istəyir irad eləsin, nə isə örgətsin, nə isə desin. Həzrət buyurdu, nəəm, bəli, Cünadə, istəiddə lissəfərik. Cünadə, axirət səfərinə hazırlaş. O ki, çoxları onu unutubdur ki, bizi nə gözləyir. Və həssil zadəkə qəblə hululi əcəlik. Ömrün bitməmiş, bu ömür ki var Allah bizə verib, məhduddur. Biri 50 il, biri 70 il. Bir gün gəlir ki, qurtarır, bitir. Cünadə, ömrün qutarmamış, sona yetməmiş, axirət səfərini əldə et. Və'ləm ənəkə tətlubud dünya vəl-məvutu yətlubuk. Bunu bil, sən dünyanı istəyirsən, dünyanın arxasıcasan, ölüm də sənin arxuncadır.
Sən dünyanı tələb edirsən, istəyirsən, ölüm də səni istəyir. Sən dünyanın arxasıca gedirsən, ölüm də sənin arxınca gəlir. Ölüm bir kölgə kimi bizim arxamızdadır. Çox yaxındır bizlərə. Və la təhmil həmmə yevmikəl-ləzi ləm yəti alə yevmikəl-ləzi əntə fih. Heç vaxt hələ gəlməmiş günlərin, sabahın qəmin qüssəsin yemə. Hələ bir il bundan sonra nə olacaq? Sabah nə olacaq? Az qalacam, tox qalacam. Həzrət buyurur ki, hələ gəlməyən günlərin qəm qüssəsini yemə. Və'ləm ənnəkə la təksibu minəl mal şeyən fəvqə qutik illa kuntə fihi xazinən li qayrik. Çox təsirli moizədir İmam Həsən ağanın son moizəsi. Bil bunu ki, ruzindən artıq əldə edə bilməzsən. Allah sənə nə ruz ayırıbdır. Hesab kitab var qardaşlar. Allah hamıya bir ruz ayırıbdır. Hamıya eyni yox ha. Hamıya, hər kəsə bir miqdar ruzu ayırıbdır. Bir qədər. Bil, öz ruzundan artıq əldə edə bilməzsən. İlla kuntə fihi xazinən li qayrik. Əgər artıq nəsə qazandın, belədir, əldə elədin, bil ki, onu başqaları üçün yığırsan. Çox təsirlidir bu söz. Allah hamıya bir qismət ruzu ayırıbdır. Deyir, o ki, sənin ruzun var, ondan artıqından sən istifadə edə bilməzsən. Hətta əldə etsin də belə, bil ki, onları başqası üçün yığırsan, zəhmətin sən çəkirsən, yığırsan, qoruyursan, kimlər gəlib istifadə eləyəcək? Ya Rəbb, səni yad eləyəcəklər, yoxsa yox. İnsanlar var, minlərlə, yüzlərlə insanlar, milyonlarla insanlar. İndi bərzəx aləmində əzaba düşardılar. Amma onların qoyduqları maşınları, evləri, obyektləri, pulları, mülkləri başqaları istifadə edir, ləzzətini aparır. Bu orada həmin o mala, mülkə görə ki, yığıb haram, halal bilməyib, xumusun zəkatını verməyib, oğurluq, doxurasa nə yolla əldə gətiribdi, ona görə əzaba düşardı. Burada başqalarısa onlar istifadə edirlər. Həzrət də buyurur ki, ruzundan artıq əldə edə bilməzsən, etsin də onu bil ki, başqaları üçündür. Və'ləmənnə fi həlaliha hesaba. Bil ki, dünyanın halalında hesab var. Və fi həramiha iqaba. Haramında cəza var. Və fi şübhəti itaba. Şübhəlilərdən o şey ki, bilmirsən, halaldır, haramdır, eləyirsən, dannaq var. Və iza ərəddə izzən, moizə çox uzundur, xütbəmiz qısa, bir hissəsini də ərz edeyim. Həzrət sonra bir neçə məsələni vurğulayandan sonra gəlib yetişir bura. Buyurur ki, və iza ərəddə izzən bila əşirətin, əgər qohum əqrabasız izzət istəyirsən, hamı istəyər izzət hörmətli olsun da, elədir. Dünyada belədir ki, bir çoxları deyir ki, bax, mənim hörmətim olsun, izzətim olsun, bunu nətər əldə edeyim? Deyir, indi elə bir dövr var ki, yaxşı maşınım olsa, pulum olsa, cəmaat mənə hörmət eləyəcək. Süni izzət qazana bilərəm də. Ya məsələn, qohum əqrabam desəm, bəli, filan məmurla qohumam, ondan quda olmuşam, qızımı ona vermişəm, oğlum üçündən. Xülasən, qohum əqraba ilə, belə vəzifəli insanlarla mən də hörmət, izzət qazanım. İnsanların çoxu bu cür düşünür. Həzrət buyurur ki, belə deyir. Və iza ərəddə izzən bila əşirətin, əgər istəyirsən qohum əqrabasız əziz olasan və heybətin bila sultanin, səltənətsiz, vəzifəsiz böyük olasan, fəxruc min zulli məsiyyətillah ila izzi ta'atillah əzzə və cəl. İstəyirsən əziz olasan, böyük, hörmətli, izzətli olasan, neyniyəsən? Həzrət buyurur ki,
Günahın zillətindən Allaha itaətin izzətinə üz gətir. Qısa söz. İstəyirsən əziz olasan, günah eləmə, itaət elə. Günah insanı zəlil xar eləyir. Allaha itaətsə insanı ucaldır, əziz eləyir. Həzrət də buyurur ki, istəyirsən qohum əqraba olmadan əziz olasan. Heç kəssiz, tək tane əziz olmaq istəyirsən. Vəzifəsi, səltənətsiz istəyirsən böyük olasan. Günahın zillətindən çıx. Allaha itaətin izzətinə üz gətir. Allaha bəndə ol, itaət elə ki, əziz olasan. İzzət dünya malında, dünyanın vəzifəsində, xülasə insanlarda, müəyyən adamlarda deyil. Adamlar var ki, pulu var bir müddət, hansısa bir vəzifədədir. Görsən ki, qohum əqrabası başına dolanır, əl çəkmirlər, o qədər insanlar gəlib ona dost qardaş deyir. Pul gedəndən sonra, o müvəqqəti vəzifə əldən gedəndən sonra görsən qalıb tək düşüb depressiyaya. Çünki yoxdur artıq. Adamlar var idi ki, məsələn, müəssisələri, zavodları, tarix bunu bizə göstərib, yaxın tarix. Yoxdur indi, görsən həmin o hörməti də yoxdur. Qohum əqraba yığılar, deyərdi, o filan kəs gəlsin görək o nə deyir. İndi yığılırlar, heç onu çağırmırlar. Hamı sakit qalar ki, varlı adam, pullu adam, o vəzifəli adam bizim qohum əqrabada gərək onun sözü keçsin. Heç onun sözünə əhəmiyyət vermirlər, sözün kəsirlər. Dünya bunu bizə göstəribdir. Həqiqətən o. Dəfələrlə hər gün bunu bizə göstərir. Həzrət də buyurur ki, sən əziz olasan, istəyirsən böyük olasan, günah eləmə, Allaha itaət elə. Allaha bəndə oldun, itaət oldun, Allah səni izzətli eləyəcək, hörmətli eləyəcək.